Laçın qəşəng, gözəl yerdir. Havası da qəşəng, evlər də qəşəng, hamısı gözəldir. O qədər səbirlə buralara gəldim. Bu bitkini Mahmud Bula kəndindən yığmışam. Dava düşəndə atdım camadanıma, götdüm Qaşqın gedəndə apardım. Gene de oradan qaytardım, gene getdim. Gör nə qəşəng də iyi gəlir. Xarab olmuyordu, fikir versən 40 ilin filti yanıdım. Görsən nə gözəldir. Fatma nənə dağlar qoynunda yerləşən, füsunkar təbiəti olan Laçında dünyaya göz açıb. Qaçqın düşən vaxt uşaqlığının, gənclik illərinin, ömrünün çox hissəsinin xatirələrini də demək olar ki, yaddaşında özü ilə aparıb. İllərlə qurub yaratdığı evindən, ocağından nəsə götürə bilməsə də, vətən torpağından topladığı bitkini də yanında daşıyıb. İndi evinin eyvanından Laçının göz oxşayan mənzərəsini, yenidən dirçələn yurd yerini qürurla izləyir. Mənim sənətlə yaşım 100'dür. O vaxt mən metrika işləyəndə 10 yaşım belə vardı, onda metrika yox idi. Bu saat mənim yaşım 110'dur. Mahmud Bulanda anadan olmuşam. İşləyirdik, bostanımız, heyvanımız, hər şeyimiz vardı. Yoldaşım da qonşuydu, Turabı kəndindən idi. Məni verdilər ona. Uşağımız da vardı, 2 qədəydi, 2 də qız. Minkəndə sarı gedəndə qəşəng otlar olurdu. Yığıb gətirirdik, çaya tökürdük, qantəpər deyirdilər. Kək otusu olurdu, ət otu olurdu, baldırğanı olurdu. Yarpuz da 2 cür olurdu. Biri qırmızı yarpuz, biri ağ yarpuz. Qoz yığırdıq, ondan sonra nə bilim dağdan da yığırdıq, ondan zoğalda yığırdıq. Zoğalı yığırdıq, gətirirdik, turşu pişirir, çörəyimizi onunla yeyirdik. Ağartısından şor eləyirdilər. O şoru da çox vaxt nənəm qatırdı gözümün qabağında una, yoğururdu, çörək pişirirdi. Sağlamam. Heç dadım yoxdur mənim. Hələ bir dənə iynə vurdumamışam. Vətəndən şirin şey yoxdur. Torpaq mənimdir. İndicə sevinirəm. Da ağlamıram. Deyirəm ki, gəlmişəm evimə. Burada da ölərəm, torpağımı gedərəm. Mən arzu eləyirəm ki, bayrağımız da dağlarda ucalansın.